Bilirsiniz niye Ermenistan'da her doğulan yeni uşağa $1300 veriləsidir? Bilirsiniz niye? Niye? Çünkü orada demokratiya gəlib. Çünkü orada seçici var. Çünkü oradaki hakimiyyət işləmək məcburiyyətindədir. Çünkü oradaki hakimiyyət eğer millete işləməsə, millət gedib ayrısını seçəsidir. Azərbaycanda görürsən niyə hətta uşaq pulu verilmir? Azərbaycanda görürsən niyə kişilər pul istəyəndə qadının fahişəsi olur? Azərbaycanda niyə görürsən uşaqlar doğulanda dövlətin üstünə atılmalı deyil, özləri baxmalıdır? Azərbaycanda görürsən niyə uşaq pulu verilsə kişilər tənbəlləşər deyilir? Niyə? Niyə Azərbaycanda heç nə millət üçün edilmir? Bəli, Azərbaycan prestiji üçün Eurovisionlər, Formula 1-lər, bahalı blogerlər, gəlirlər Azərbaycanı reklam edirlər, Sibrizlər, Bakının mərkəzlərində kazinolar açılır. Amma Azərbaycan milləti üçün heç nə edilmir. Yalnız xaricə göstərir ki, biz ən bombayıq. Sus və bax. Baxmağa gəlmişəm, qaqa. Bax. Mən də gedim, görüm özümə təzə nə alım.